Chanel-dən olan tonal kremi gəlin birlikdə yoxlayaq. Tonal krem daxilində dənəciklər formasındadır. Gündəliyə uyğun bir tonallidir. Çox yüngüldür. Rodun Glazing Milk ilə birlikdə istifadə edəcəm. Gəlin nəticəyə birlikdə baxaq. Həmin o dənəcikləri əridib, üzünüzə barmağınız vasitəsilə də rahat tətbiq edə bilərsiniz. Gördüyünüz kimi artıranda, baxın fərqə. Mən üzümə çox istifadə etmədim. Mənim üçün yəni bu bəs eləyir. Əsas üzümdəki ton bərabərliyidir, onu da çox yaxşı bacarır. Heç bir ağırlıq hissi buraxmır, həqiqətən çox gözəldir. Mənim istəklərimi qarşılayan bir tonal kremdir. Mənim üçün əsas odur ki, mənim üzümdə ağırlıq hissi buraxmasın. Üzümdəki parlaqlığın səbəbi isə bu məhsuldur. İstədiyiniz tonal kremlə bunu istifadə edə bilərsiniz. Tonal krem olmadan da gündəlik istifadəyə uyğundur. İki məhsul haqqında da fikirləriniz mənim üçün çox maraqlıdır. Komment bölməsində bölüşməyi unutmayın. Və siz olsaydınız hansını alardınız? Sağ olun!